Əziz izləyicilərim, Xırdalan şəhəri 3 saylı məktəbin yanı Gölbaşı-Sumqayıt yolunun kənarında sizlərə möhtəşəm təmir olunmuş 2 dənə yeni bir mənzil çəkib təqdim edəcəm. Mənzilimiz 2 qardaşa qismət olası bir mənzildir. Çünki 2 mənzil yan-yanadır, çox gözəl də təmir olunur. Daxil olmuşuq binanın içərisinə doğru 2 qardaşa, 2 bacıya, yezniyə, bacanağa, opşumda qohumları yaxında istəyirsənsə əgər bu evi ala bilərsən. Biri buradadır, biri burada. Eyni kvadrat proyektlərində fərq var. 2 dənə eyni mənzilim satışa çıxıb. Qiyməti də möhtəşəm bir qiymətdir. Əsas giriş hissəsi burada. Giriş hissəsində belə bir pirxoş mebeli yığılıb, yerlər isti döşəmədir. Bura evin ayaqyolusudur. Hamam da içində deyirsən. Hamam ayaqyolusu bir yerdədir. Daxil oluruq evin qonaq otağına. Bax belə bir qəşəng səliqəli qonaq otağı var. Girib belə bir twistent yığılıb, televizor atdıq, hər şey hazırdır. Qonaq otağından burada keçirik evin mətbəxinə. Mətbəxi də möhtəşəmdir. Düz prospekt yoluna baxır mətbəxi. Binanın qarşısından avtobus keçir, düz şəhərə doğru. Mətbəx mebeli buradadır. Qazi aspirator, hər şey quraşdırılıb, hazır köç yaşa bir vəziyyətdədir. Köç yaşa bir vəziyyətdə. Və əlavə bir sürprizlərim də olacaq sizə deyəcəm. Bir dənə də belə qəşəng 3 pəncərə düşən yataq otağı. Həqiqətən də möhtəşəmdir yataq otağıdır. Bu da 3 pəncərənin üstü əsas yola baxır. Və nəzərinizə çatdırım ki, 68 kvadrat 89.000 manat. 2 dənə evim satışa çıxıb, 2 də möhtəşəm bal kimi bir qiymətə Xırdalan şəhəri 3 saylı məktəbin yanındadır. Və nəzərinizə çatdırım ki, dediyim kimi videonun əvvəlində 2 dənə ev, baxın, 2 qohum alıb yaşaya bilər. 2 qardaş, mənim həmişəki proyektində, 2 bacı, 2 qardaş proyektdir. Eyni dediyim kimi, gəlin, alın, köçün və yaşayın. 89.000 manat, 2.000 manat aformutdur, onda ev sahibi özü qarşılayacaq. Mərtəbədə özü ikinci mərtəbədir. Sağ olun, salamat qalın.